Möhkəm və mütəşabih ayələr Qur'an-ı Kərimdə. Bu mövzu çox böyük və geniş mövzulardandır. Mən inşallah bu gün çalışırsam ki, çox müxtəsər olsun. Yəni ki, qısa konkret. Çalışacağım, çox müxtəsər olsun. Amma bizim müxtəsər təqribən bir saat çəkəcək. Salavat göndər. Möhkəm və mütəşabih ayə, yəni bu möhkəm və mütəşabih kəlmələrin əvvəlcə fəhm eləməzdən, başa düşməzdən qabaq, bir şey bilmək lazımdır ki, həmən bu möhkəm və mütəşabih bəhsi fəqət Qur'an-ı Kərimdə deyil. Möhkəm və mütəşabih bəhsi eyni ilə hədislərdə də var. İnşallah bəhs əsnasında dəlil sübut gətirəcək ki, möhkəm və mütəşabih anlamı fəqət Qur'an-ı Kərimə aid olan bəhslərdən deyil. Eyni ilə də sünnə deyilən şəriətin ikinci qismində də möhkəm və mütəşabih bəhsi var. Yəni Peyğəmbərin möhkəm kəlamı, Peyğəmbərin mütəşabih kəlamı. Qur'an-ı Kərimdə Allahın möhkəm kəlamı, Qur'an-ı Kərimdə Allahın mütəşabih kəlamı. Biz o sünnə qisminə aid olan bəhsə toxunmayacaq. Əgər Qur'anda bu mövzunu təhvil ala bildiksə və aydınlaşdıra bildiksə, aydınlıq gətirə bildiksə, sünnə bölməsində ehtiyac yoxdur. Eyni ilə Qur'an-ı Kərimdə mütəşabih və möhkəmin əhkamı nədirsə, eyni ilə də sünnədə həmin o əhkam tətbiq olunur. Mən bunu deməklə məqsədim odur ki, möhkəm və mütəşabih bəhsi Qur'an, sırf Qur'an-ı Kərimə aid olan bəhslərdən deyil. Eyni ilə də Peyğəmbər imam kəlamlarında da möhkəm və mütəşabih gələ bilər. Qur'an-ı Kərimdə Allah Teala 10 cür, 10 tərzdə yaratdığı bəndələrə müraciət edir. 10 tərzdə. Həmən o 10 tərzdən bugünkü bəhsimizə aid olan möhkəm və mütəşabihdir. Sadəcə olaraq, tanışlıq olaraq, çünki bunu da bilməyimiz lazımdır. Çünki başqa bəhslərdə bir fikir gəlmədi zehnimə ki, onlara xüsusi bir bəhs ayıraq. Çünki həmən o Allahın yerdə qalan 8 müraciət növü, 8 xitab növü Qur'an bəhslərində araşdırılmaz. Ona usul-ül fiqh elmi deyərlər, həmən o elmlərdə onlar araşdırırlar. Qur'an-ı Kərimdə araşdırırlar, möhkəm, mütəşabih, nasix, mənsux. Amma yerdə qalan qismlər də o aiddir usul fiqh elminə ki, bizim bu mühitə, mövzuya aid olan elm deyil. Sadəcə olaraq tanışlıq kimi ki, biz bilməliyik ki, bizim Rəbbimiz, bizim yaradanımız, bizim xaliqimiz, bizə ruzu verən, bizi xətalardan, bəlalardan uzaq eləyən, bizi hidayət eləyən Rabbul Aləmin bizə neçə cür, neçə tərzdə müraciət edib. Fəqət möhkəm mütəşabihlə müraciət etməyib. Ki, Qur'an-ı Kərimi fəqət belə iki yerə. Möhkəm ayələr və mütəşabih ayələr. Xeyr, Allah Subhanahu Teala yaratdığı bəndələrə 10 tərzdə müraciətlə, xitabla müraciət edib. İndi onlar hansılar? Bir-bir asan şəkildə nəzər salağın, möhkəm mütəşabihə çatanda isə geniş surətdə həmən bu iki anlayışın üstündə dayanacaq. Dedim, 10 tərzdə Allah Teala öz bəndələrinə müraciət edir. Birincisi mücməl, ikincisi mübəyyən. Mücməl, ikincisi də mübəyyən. İndi ayələri dəlil gətirəcək. Bir növ üsul elmində mücməlin tərifi ərəbcə belədir. Əl-xitab əlləzi la yədullu binəfsihi Əl-xitab əlləzi la yədullu binəfsihi aləl-murad illa bibəyan. Mənası nədir? Mücməl, alimlər buyurur ki, bu bir növ
müraciətdir. Yəni, Allah Taala bəndəsinə müraciət edir. Necə müraciətdir? Buyururlar ki, o bir növ müraciətdir ki, açıq-aşkar şəkildə ilahi məqsədə dəlalət etməz. Açıq-aşkar şəkildə ilahi məqsədə dəlalət etməz. O zaman dəlalət edər ki, onu nəsə aydınlıq gətirsin. Yəni, mücməl ayələrdən Allahın istəyin əldə eləmək olmur, həqiqi istəyi. Həqiqi istəyə yetişmək üçün gərək ona ya başqa bir ayə izah gətirməlidir, ya da ki, başqa bir hədis həmən o ayəyə izah gətirməlidir. Deməli, mücməl o oldu ki, Allahın bir növ müraciət növüdür ki, həmən o müraciətdən Allahın həqiqi istəyi başa düşülmür, məgər ki, ona bəyan gələr. Yəni, bu mücməl ayəni başqa bir ayə bəyan eləyə, izah eləyə, şərh eləyə ki, ilahi məqsəd, həqiqi ilahi məqsəd öz bəndəsinə aydın olsun. İndi həmən bu tərifə və həmən bu növ Qur'an müraciətinin misalı. Allah Teala Bəqərə surəsinin 110-cu ayəsində buyurur. Allah Teala buyurur, وَأَقِيمُ الصَّلَاةِ Başqa elə bir kəlmələr də var, və atuz zəkat filan, onlarla işimiz yoxdur. 2 kəlməni götürürəm. وَأَقِيمُ الصَّلَاةِ Allah Teala əmr eləyir bəndələrinə namaz qılın. Namaz qılın. İndi namazı necə qılımdan işim yoxdur. Bu ayədə mən götürürəm namazı nə vaxt qılın, hansı zaman qılın. Olar ki, hər vaxt ki, mənim boş vaxtım yarandı, həmən vaxtlarda namaz qılın. Çünki Allah Teala məndən nə istəyir? Məndən istəyir ki, namaz qıl. Mən də boş vaxt tapanda namazımı qılaram inşallah. İlahi məqsəd budur ya yox? Bəlkə budur, bəlkə də bu deyil. Həmən bu cür ayələrə, bu cür ilahi müraciətlərə elm əhli adın qoyub mücməl. Deməli, Qur'anda bir qism ayələr var ki, onların adına deyirlər mücməl. Mənasını da düdük. Yəni, ilahi məqsəd tam şəkildə bəlli olmur. İlahi məqsədi bəlli və yaxud açıq-aşkar meydana gətirmək üçün müraciət olunan istiqaməti anlatmaq üçün başqa bir şeyə ehtiyac vardır. Həmin o şeyin vasitəsilə ilahi məqsəd bəndəsinə aşkar olur. Allah Teala bizə müraciət elədi, əqimus-salah. Nə zaman qılaq? Bu ayədə yoxdur. Bu ayəyə deyərlər nə? Mücməl. İndi bu ayənin, diqqət edin, gəlirik Rum surəsinə. Rum surəsinə ayə 17-18. Deməli, ilahi birinci müraciət oldu mücməl. İkinci növ müraciət ediyor axı, 10 cür, 10 tərzdə Allah Teala öz bəndələrinə müraciət edir. Birinci növ oldu mücməl, azacıq izahını da verdik. Və ayə də misal vurduq ki, əqimus-salah, namaz qılıq. Ha vaxt qılaq, ya Rabbil aləmin, nə zaman qılaq, o ayədə yoxdur. Bu tərzdə ayələr harada gördünüz, onun adını qoyursunuz nə? Mücməl. İndi Allahın ikinci tərz müraciət növü. İkinci tərz. Diqqət edin. Həmən bu cür ayələrə deyərlər mübəyyən, mübəyyən. Rum surəsinin 17-ci və 18-ci ayələr. Oxuyuram. Bismillahirrahmanirrahim. Əuzu billahi mineşşeytanirracim. Deməli, fəsubhanallah hinə tumsun və hinə tusbihun. Və ləhul hamdu fis-səmavati vəl-ard və əşiyyən hinə tuzhirun. 4 dənə kəlmə, 4 ədəd kəlmə. Allah Teala buyurur, Subhanallah. Subhanallah, Subhanə kəlməsinin özünün uzadı izahı var. Xülasə şəkildə burada məqsəd odur ki, Allahı yad etmək. Namazla Allahı yad etmək.
Ne zaman? Allah Teala izah edir. Hine tumsun ve hine tusbihun. Tumsun mesa kəlməsindən tutulub və tusbihun da sabah kəlməsindən tutulub. Tumsun məsadandır və məsa da bir növ şam və xiftən namazının qılınan vaxtıdır. Tusbihun da subhdəndir, yəni sübh namazının vaxtıdır. Deməli, Bəqərə surəsində Allah Teala bizə dedi, namazı qıl. Amma vaxtın demə. O cürünə ayə oldu mücməl. Bu ayədə isə namaz tələb olunur, vaxtı da deyilir. Ki, məsa vaxtı, yəni məğrib və işa namazı vaxtı, tusbihun sübh vaxtı, yəni sübh namazının vaxtı və وَلَهُ الْحَمْدُ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ Allaha yerlərdə, göylərdə həmd olsun. Yəni göylərdə və yerdə yaşayan məxluqatlar tərəfindən həmd olsun. وَعَشِيًّا وَهِينَ تُظْهِرُونَ Əşiyyən və hinə tuzhirun. Deməli, məsa oldu məğrib namazı, əşiyyən oldu işa namazı, tuzhirun oldu zöhr namazı, tusbihun da oldu sübh namazı. Həmən bu ayələri cəm eləyəndə bir yerə o Bəqərə surəsində buyurulan əqim-i salatın namazı qılun əmrinin vaxtların oldu, həmən bu ayədə təyin olundu. Deməli, ilahi istək orada bizə bəlli deyildir. Amma Rum surəsinin 17-ci, 18-ci ayələrində Allah Teala vaxtı neynədi? Təyin elədi ki, bu vaxtlarda namaz nə olmalıdır? Qılınmalıdır. Bu tərzdə, bu növdə olan ayələrə isə deyərlər mübəyyən. Yəni, o müraciət növü ki, ondan Allahın həqiqi istəyi bəlli olmurdu. Məgər ki, başqa bir şeyə ehtiyac vardı ki, onu bəlli etsin. Bəlli edən, izhar edən ayələrə deyərlər mübəyyən, izhar olunan ayələrə isə deyərlər nə? Mücməl. Bunların uzun bəhsləri var, xülasə üstündən keçir. Deməli, birinci növ oldu mücməl, ikinci növ oldu mübəyyən. İndi gəlirik mutlaq və müqəyyət. Diqqət edin. Deməli, üçüncü növ ilahi müraciət bəndəsinə olur mutlaq. Mutlaq. Və dördüncü növdə müqəyyət. İndi diqqət edin. Mutlaq nədir, müqəyyət nədir uzatmıram. Mübaşirətən keçirəm onun misalla bəlli olacaq. Allah Teala Qur'an-ı Kərimdə buyurur, Bəqərə surəsinin 282-ci ayəsində ən böyük Qur'anda ayə budur. Qur'an-ı Kərimdə ən böyük ayə Bəqərə surəsinin 282-ci ayəsidir. Həmən o ayənin bir səhifədir. Bir ayə, bir səhifə sayılır. Ortada Allah Teala buyurur. Bismillahirrahmanirrahim. وَاسْتَشْهِدُوا شَهِيدَيْنَ مِنْ رِجَالِكُمْ Hər hansı bir işdə ki, orada ixtilaf düşəcək, alverdi, alqı-satqıdır, ümumən bu qəzavət məsələləridir, məhkəmədir, filandır, talaqdır, odur, budur, belə bir şeylər. Allah Teala buyurur ki, həmən belə yerlərdə iki şahid kişilərdən şahid gətirir. Ayə mütləqdir. Yəni, fərq qoymur həmən o şahid adil olsun ya fasıq olsun. Bu ayədə fərqi yoxdur. Adili də gətirsin iki nəfər zahirən qəbul sayılacaq. İki fasıqı da gətirsin, yenə də nədir? Zahirən məqbul sayılacaq. Çünki Allah Teala burada qeyd qoymur bu ayədə. Allah Teala deyir ki, iki kişini şahid gətir kifayət. İndi biz özümüzə sual verir. Həqiqətən də Allah Teala'nın məqsədi iki kişi ilə istər fasıq olsun, istər adil olsun, necə olursa olsun Allah yanında qəbuldur, deyir xeyr. Bu ayə mütləq ayədir. Həmən bu ayənin müqəyyədi gəlir Təlaq surəsinin 2-ci ayəsində. Təlaq surəsinin 2-ci ayəsində Allah Teala buyurur وَأَشْهِدُوا ذَوَيْ عَدْلٍ
İki ədalətli şəxs şahid gətirir. Deməli, keçmiş ayələrdə Allah Teala Bəqərə surəsində nə dedi? Yox. 2 nəfər şahid gətir, kişi olsun. Fəqət sifəti neydi şahidin? Kişi. Qurtardı. Adil, fasik, zalim, haramxor, şərabxor, filanxor bu şeylərə toxunmur. Kişi olsun, 2 nəfər şahid durdu kifayət. İndi o ayəni götürün, bu ayəni tərk edib. Olar? Olmaz. Deməli, şahidin sifəti o mütləq ayədir. Onun qeydi isə harada gəlir? Bəli, Təlaq surəsinin 2-ci ayəsində وَأَشْهِدُوا ذَوَيْ عَدْلٍ Zəvəy ədlin, yəni 2 adil şəxs. 2 adil şəxs təlaqda şahid durmasa, həmən o təlaq batildir. Məsələn, indi bir ailə gedir məhkəməyə. Həmən o məhkəmədə 2 adil şəxs, 2 adil kişi şəxs olmasa, deməli, qeydə qeyd əlavə olundu. Kişi və ədalətdir. 2 adil kişi şəxs şahid durmasa və təlaq oxunsa, həmin o təlaq qəbul deyil. O, onun arvadı kimi yenə də qalır. Evlənməyə də ixtiyarı yoxdur. Deməli, 1-ci növ oldu mücməl, 2-ci növ oldu mübəyyən, 3-cü növ oldu mütləq, 4-cü növ oldu müqəyyəd. 5-ci növsə am, 6-cı növsə xas. Ammun, 6-cı növsə xasun. Ammun, xasun. Bunların da öz tərifi var, işim yoxdur. Sadəcə o adını eşidək və misalın bilək. Deməli, Nisa surəsinin 22-ci ayəsi. Allah Teala nə buyurur? Buyurur ki, وَلَا تَنْكِحُوا مَا نَكَحَ آبَاؤُكُمْ Atalarınızın aldığı qadınları onların evlatlarının almasına Allah Teala icazə verir. Yəni, ata evləndi, sonra onu boşadı. Onun evladının ixtiyarı var ki, onu alsın. İxtiyar yox. Ata kəbin kəsibsə bir qadından, müəyyən şəxslər var, olubsa, falan olubsa, evladının ixtiyarı yoxdur ki, istər həmən o qadından dünyaya gəlsin, istərsə də başqa qadından dünyaya. Məsələn, bir kişinin 2 arvadı varsa, hərəsinin də bir, məsələn, oğlu var. Birinci arvadı boşadı. Bu ikinci arvaddan olan oğul atasının boşadığı arvadı ala bilər ya yox. Allah bir olmaz. Allah bir olmaz. Bu ayəyə, bu tərzdə ayəyə Allah Teala bir am, müraciət ümumidir. Bütün ataların aldığı arvadları onların evlatlarının almağına ixtiyarı yoxdur. İndi bu ayə amdır, onun xüsusiliyi var. Xüsusilik. Xüsusilik haradadır? Hələ ayənin üstündədir. Allah Teala buyurur: وَلَا تَنْكِحُوا مَا نَكَحَ آبَاؤُكُمْ مِنَ النِّسَاءِ إِلَّا مَا قَدْ سَلَفَ إِلَّا مَا قَدْ سَلَفَ Həmən bu ayə cahiliyyət dövründə olan nikah növünün birini tam ləğv eləyir. Cahiliyyət dövründə ata öz zövcəsini boşayandan sonra onun hər hansı bir evladı onun zövcəsini neyləyə bilərdi? Ala bilərdi. Məsələn, İslam şəriətində 2 bacını, 3 bacını bir yerə cəm eləmək haramdır. Olmaz bir nəfər 2 bacı ilə evlənsin. Olmaz. Ümumi hökümdür. Nə atanın arvadını almaq olar, nə də ki 2 bacını bir yerə cəm eləmək olmaz. Amma bunun xüsusi halı olub, bəli, İslamdan qabaq. İslam dinindən qabaq, yəni İslam dini meydana çıxmazdan qabaq, Allah Teala tərəfindən Muhammed sallallahu aleyhi və səlləm Peyğəmbərimiz Peyğəmbər kimi göndərilməzdən qabaq bir nəfər 3 bacı da alıb və atasının boşadığı arvadı da neyniyib? Alıb. İslam dini gəldi. Bu adam Peyğəmbərimizin dinini qəbul elədi və dedi, əşhədü ən la ilahe illallah Muhammed Resulullah.
Bu sözü dedi, müsəlmançılığı həqiqətən də qəlbən qəbul elədi. Amma İslam dinində bunun halına uyğun qadağalar var. İki bacını bir yerə cəm eləmək olmaz. Atanın evləndiyi qadın, boşadığı qadını almaq olmaz. Allah qadağan edir. Amma bu ise İslam'a bu cürünə girib. İslam deyir ki, ma sələfə. Ma sələfə, yəni İslamdan qabaq nə olubsa, onlar nədir? Bağışlandır. Yəni, həmin o atanın boşadığı arvad, bu müsəlman ola-ola onun yanında qalmağı heç bir işğalı yoxdur. İslam dinindən qabaq aldığı iki bacı, bunun evində iki arvad kimi qalmağa işğalı yoxdur. Amma İslam dinindən sonra hər hansı bir müsəlman bu işi görsə, dərhal ayrılmalıdır. Heç vaxt onlardan ona arvad ola bilməz. Qadağandır. Deməli, Allah Teala ki buyurur, müraciət edir öz bəndələrinə ki, la tənkihu ma nəkəhə abaikum. Bu cürünə müraciətə deyir am və xüsusilik ki gəlib, olmasa deyirünə xas. O da aiddir bu ayələrdə İslamdan qabağa. İslamdan qabaq olubsa, eyb. Deməli, neçə cür nəslimiz oldu? 6 cür. 7-ci və 8-ci. 7-ci və 8-ci nasix və mənsux. Bu mövzuya qaydacaq. İnşallah günlərin bir günü nasix və mənsux bəhsinə toxunacaq. Nasix və mənsux nədir xülasə şəkildə? Yəni, bir ayə gəlir, həmən o ayəyə müsəlmanlar əməl edir. Bir müddətdən sonra başqa bir ayə gəlir. Həmin o ayənin hökmünü neyniyir? Dondurur. Yəni, sizin ixtiyarınız yoxdur ki, ikinci ayə gələndən sonra birincinin məzmununa neyniyəsiniz? Əməl edirsiniz. İcazə verilir. Nasix, mənsux. Birinci ayəyə deyərlər mənsux, ikinci ayəyə deyərlər nasix. Nasix, yəni hökmü aradan qaldıran, hökmü aradan aparan. İnşallah bu geniş şəkildə izah eləyəcək və bir növ təhrifil Qur'an bəhsində ki, Qur'an bizləri şiyələri ittiham eləyirlər ki, şiyələr deyirlər ki, Qur'an təhrif olub, Qur'anda əksi artıq var. Həmən o bəhsdə inşallah sübut eləyəcək ki, görək, həmən o təhrif kimdədir? Dəlillə, sübutla və heç bir şey də gizlədilməyəcək. Bizim kitablarda da hədislər var, araşdırılacaq ki, görək və hədis mötəbərdir ki, ondan Qur'anın təhrifi istinbat oluna bilsin və yaxud da yox. Hamısı dəlillə, sübutla. Sadəcə olaraq tanışdıqdır bugün ki, Allahın bəndələrinə olduğu müraciətləri. Amma mövzumuzsa möhkəm, mütəşabihdir. İndi nasix və mənsuxun misalı. Nasix və mənsuxun misalı. Allah Teala Mücadilə surəsinin 12-ci, 13-cü ayələrində nasix, mənsux məsələsinə toxunur. Misal. Bismillahirrahmanirrahim. Ya eyyuhəl-ləzīnə amənə İzə nəcəytumur rəsulə fəqaddimu beynə yedəy nəcvəkum sadaqətən. Diqqət edin. Salavat göndərin Muhammed və Ali Muhammed. Allahümmə Allah Teala buyurur. Deyir, ey iman gətirən şəxslər, yəni hər bir müsəlman. Əgər Peyğəmbərlə münacat eləmək fikriniz olsa, münacat eləməzdən qabaq sədəqə verin. Sonra gedin münacat. Münacat yəni xüsusi söhbət. İki nəfərin arasında pıçıltı ilə olan xüsusi söhbət. Yəni üçüncü adam işidir. Bu növ danışıq tərzinə ərəb dilində deyərlər münacat. Məsələn, dualar var, münacat-ül arifin filan. Yəni o iki nəfərin arasında olan iki varlığın, iki şəxsin Allahla onun bəndəsinin arasında olan dua. Ona deyərlər münacat. İki varlıq arasındadır, iki şəxs arasındadır, üçüncü tərəf onu eşitdir. Allah Teala buyurur Mücadilə surəsində ki, bir müsəlman, bu səhabələrin dövründə təsadüf edir də,
Çünki bizim bu dövrə bu aya aid deyil. Allah Teala buyurur, əgər siz səhabələrdən biriniz Peyğəmbərlə xüsusi münacat eləmək fikriniz olsa, münacat etməzdən qabaq vacibdir ki, neyniyəsiz? Sədəqə. Yəni, maliyyəti olan bir şeyi neyniyəsən? Çünki hədisdə var ki, gözəl kəlam sədəqədir. Məsələn, birinin hal-əhvalını tutasan, ona xoş söz deyəsən, o nədir? Əl-kəlimət tayyib sadaqətun. Hədis belədir, Peyğəmbər hədisidir. Gözəl kəlam sədəqədir. Bu cür sədəqə deyir, xeyr, yox. Ki, bir nəfər desin, keyfin, əhvalın necədir, işgüz, Allah Teala səni hifz eləsin, sədəqəni verdim, gedim Peyğəmbərlə münacatı. Yox, budur. Maliyyəti olan bir şeyin sədəqəsi. Yəni, pul. Və yaxud umumən maliyyəti olsun buğda, arpa ki, satılıb alına bilsin. Sədəqə verib, vacibdir sizə sədəqə verib, sonra gedib Peyğəmbərlə neynəməlisiniz? Münacat eləməlisiniz. Əhl-i sünnədə də, inşallah bu mövzuya da qaydacaq inşallah, Həzrət Əli əleyhissalamın gül zamalına salavat göndərin. Allahümmə səllə ələ Muhammed və ali Muhammed. Fəzilətləri bölməsində bu ayəyə qaydacaq inşallah və orada olan ixtilafları da izah eləyəcək. Umum məşhur rəy budur ki, bu ayəyə Həzrət Əli əleyhissalamdan başqa heç kim əməl etməyir. Salavat göndərin. Allahümmə səllə ələ Muhammed və ali Muhammed. Alimlərin rəyini də zikr eləyəcəm, dəlil sübut da gətirəcəm. Ola bilsin bir nəfər bilsin ki, bəyəm o zamanada bir varlı bir səhabı yox idi ki, götürsün Peyğəmbərə, məsələn, 1 dinar, 2 dinar, 3 dinar sədəqə versin fəqirə, Peyğəmbərlə münacat eləsin. Fəqət Həzrət Əli əleyhissalam əməl elədi, deyir, bəli. Bəli. Dəlil, sübut yerində olacaq. Deməli, əmr belədir. Allahın əmri belədir. Münacat eləmək istəyənə vacibdir sədəqə versin. Əla, qəbul. Ya eyyuhəl-ləzînə āmenū izā nəcəytumur rəsûlə fəqaddimu beynə yədəy nəcvākum sadaqətən zâlikə xeyrun ləkum və athar. Deyir, sizin Peyğəmbərlə münacatdan qabaq verdiğiniz sədəqə sizin üçün xeyirdir. Həm dünyada, həm də ahirət üzə. Çünki fəqirin qarnına nəsə gedəcək Peyğəmbərin münacatına görə və o da sənə dua eləyəcək, sədəqə verdiyə görə də sədəqə savabın qazanacaqsan. Çünki hədis var ki, sadaqətus sir tutfi'u qəzəvallah. Sir, yəni heç kim bilmədən sədəqə vermək Allahın qəzəbini söndürər. Məsələn, Allah Teala mənə qəzəblidir. Əgər mən heç bir şəxs bilmədən möhtaca sədəqə verdimsə, Allahın qəzəbini həmin o sədəqə neynəyər? Söndürər. Həm dünyaya xeyirdir, həm ahirətə xeyirdir. Hətta Allah Teala buyurur ki, athar ləkum. Athar tuhurdandır. Tuhur yəni paçılıq. Yəni o sədəqə səni neynəyir? Elə belə paçılamır ha. Burada siğətil mübaliğədir. Yəni bir var kəbir, bir var əkbər. Bir var tahir, bir də var əthər. Yəni sənin paçılığın elə belə paçılıqdır. İlahi nəzər altında. Yəni günahlarımın tökülməsi. Aydın? İnşallah qaydacaq bu sədəqə bəhsinə baxsın inşallah. Bu sədəqənin faydası Peyğəmbərlə münacatda indi bu ayə oldu mənsux. Hökm gəldi, səhabələr əməl eləmədilər. Hətta Allah Teala Qur'an-ı Kərimdə buyurur, 13-cü ayənin ilk kəlməsidir. Əşfəqtum ən tuqaddimu beynə yedəy nəcvəkum sadaqa. Səhabələri Allah Teala bir növ sərt müraciət edir. Əşfəqtum, yəni qorxduz. Xiftum, qorxduz ki, pulunuz azalar, Peyğəmbərlə münacatdan qabaq sədəqə verməkdən. Əşfəqtum ən tuqaddimu beynə yedəy nəcvəkum sadaqa. فَاِنْ لَمْ تَفْعَلُوا وَتَابَ اللّٰهُ عَلَيْكُمْ. Əgər bu işi görməsiniz, yəni sədəqə verməsiniz, Allah Teala neynir? Sizin günahlarınıza əffi qələm çəkir. Yəni 13-cü ayədə
12-ci ayədə sədəqə vermək vacibdir. 13-cü ayədə isə həmən o hökm nə olur? Nəsx olur. Yəni, bu ayələr ardıcıl nazil olmayıb, ha? Məsələn, bir dəqiqə bundan qabaq 12-ci ayə gəldi, bir dəqiqə sonra 13-cü ayə. Yox, ayələr arasında fasilə var. Hətta hədislərdə var ki, Həzrət Əli əleyhissalam bir dinarı vardı, qızıl pul. O bir dinarı 10 dirhəmlə xırdalayır və 10 dirhəmlik münazat eləyir Peyğəmbərlə. Sonra ayə nazil olur ki, səhabələr Peyğəmbərlə xüsusi münazatdən imtina edirlər. Allah Taala o ayənin hökmünü dondurur, ləğv eləyir, sonra başqa bir ayə göndərir ki, münazat elə sözdə belə, sədəqə vermə sözdə belə, Allah Taala neynir? Yətub. Yəni, o Allaha xoş gəlmir. Xoş deyir Allaha. Allah Taala buna baxmayaraq yenə də günahımızda neynir? Əffi qələm çəkir, bağışdır. Deməli, birinci ayə deyilir mənsux, yəni hökmü götürülmüş. İkinci ayə deyilir nə? Nasih. Deməli, bu 8 növ ilahi müraciət öz bəndələrinə. İndi 10-cu, 9-cu və 10-cu növ. Ali İmran surəsinin 7-ci ayəti. Salavat göndərin Muhammed və Ali Muhammed. Allah Teala buyurur: "Huvellezî enzele aleykel kitâbe minhu âyâtun muhkemâtun hunne ummul kitâb ve uharu muteşâbehâtun femmellezîne fî kulûbihim zeygun feyettebi'ûne mâ teşâbehe min ibtigâ'el fitne ve ibtigâ' tevîlih ve mâ ya'lemu te'vîlehu illallah ve'r-râsikûne fil ilm." Deməli, bu ayədə də Allah Taala işarə eləyir yerdə qalan 9-cu və 10-cu növ ilahi müraciətə. Yəni, Allah Taala öz bəndələrinə mütəşabih ayələrlə də müraciət eləyir və öz bəndələrinə möhkəm ayələrlə müraciət eləyir. Ola bilsin, bəziləri məni səhv başa düşər ki, 1-ci, 2-ci, 3-cü dör, 1, 2, 3, 4-ü mən bölmüşəm. Aydın? Ki, məsələn, möhkəm mütəşabih 9, 10. Yox, elədir. Ola bilsin, sən deyəsən 1-ci, 2-ci möhkəm mütəşabih. Ümumən, mənim fikrim odur ki, Qur'anda müraciət növü, ilahi xitab bölünür neçə yerə? 10 yerə zikr elədik və bəhsimizə aid olduğuna görə onu saxladım. Axıra möhkəm və mütəşabih. Ali İmran surəsinin neçəncə ayəsi? 7-ci ayəsi. Salavat göndərin Muhammed. Deməli, 10 növ müraciət növü oldu. İndi burada bir fiqhi məsələ var. Diqqət edin, mühüm məsələdir. Deməli, mücməl, mübəyyən, mutlaq, müqəyyəd, am, xas, nasix, mənsux, muhkəm, mütəşabih. İndi sizə sual verir. Sənə sual verir. Bu 10 növün onunla da əməl eləmək olar ki, Qur'an-ı Kərimdir də. Qur'an-ı Kərimin hansı ayəsini götürsün, əməl eləməyə icazə var ya yox? Yox, mən sualımı təhvil edim. 10 növ müraciət, zikr elədik, ayələr də bir-bir vərəqləmə. Qoy oraya. 10 növ müraciət. İndi olar ki, mən bu 10 növün onunla da əməl eləyim, ya yox? Əhsən. Yox, aydın. Fikrin aydındır. Ağanın ölənlər ruhuna bir salavat. Düzdür Qur'an-ı Kərimdir. Amma Qur'an-ı Kərimdə düzdür ilahi xitabdır, amma hər şeyə əməl eləməyə icazə verilmir. Ola bilsə bu qəribə gəlsin. Ki, necə yəni Qur'an-ı Kərimdir və içində nə varsa hamısına əməl eləmək olmaz. Bəli, olmaz. Bəzisinə əməl eləməyə Allah icazə verir, bəzisinə icazə vermir.
Hökm necədir? Mütləqə əməl eləməyə icazə verilmir, müqəyyəd ola. Sənə vacibdir müqəyyədə əməl eləyəsən. Nasixə, mənsuxa əməl eləməyə icazə verilmir, nasix ola. Yəni, nasix varsa, mənsuxa icazə verilmir ki, sən onun məzmununa neynəsən? Əməl edirsən. Müqəyyəd ola, sənə icazə verilmir ki, mütləqə neynəsən? Əməl edirsən. Xas ola, sənə icazə verilmir ki, amma əməl edirsən. Mübəyyən ola, sənə icazə verilmir ki, mücmələ neynəsən? Əməl edirsən. İkinci qismə. Bunlar varsa, birinci qismə əməl eləməyə icazə yoxdur. Bir halda icazə var ki, ikinci qism nədir? Olmaz. İkinci qism olmaz. Məsələn, misal, La ilahə illallah. La ilahə illallah. Bu bir kəlmə. Allahdan başqa Allah yoxdur. Bu, ümumidir. Bunun xüsusisi var. Ola bilər. Heç ola bilmir. La ilahə illallah. Allahdan başqa Allah yoxdur. Sən buna istisna gətirənməzsən ki, filan şey Allah məqamına yetişə bilər. Aydın? Bu amdır. Bunun amlığına da əməl olunmalıdır. Vacibdir əməl olunsun. Amma bu, hər hansı bir Qur'an-ı Kərimdə ayə ümumi şəkildə gəlibsə və onu xüsusiləşdirən ayə varsa, ümumiyə əməl eləməyə icazə verilmir. Sənə vacibdir ki, nəyə əməl eləsən? Xüsusi. Əgər Qur'an-ı Kərimdə iki ayə var, biri nasixdir, biri mənsuxdur. Olar ki, sən mənsuxa əməl eləyəsən ki, onun hökmü götürülür. Allah icazə vermir. Olmaz. Sən əməl eləməlisən nəyə? Bəli, nasix gələnə qədər mənsuxa əməl eləmək olar. Amma nasix gəldisə mənsux nədir? Hökmü dayanır. İxtiyarımız yox. Bu, fikhi babdan bilməyimiz məsləhətlidir. Salavat göndərin Muhammed və Ali Muhammedə. Vaxt uzandığına görə inşallah möhkəm mütəşabihin izahın saxlayıram sabaha və bu ayənin içərisində iki başqa bir kəlmə var ki, onların da izaha ehtiyacı vardır. Onu inşallah əlan bəhsini eləyəcək. Sonra bəhsimizə xətim verəcək. Diqqət edin. Ayədə neçə dənə kəlmə var? Deməli, Allah Teala öz ayələrini bölür ki, deyir, möhkəm ayələr var və mütəşabih ayələr var. Möhkəm ayələrə deyir, və hunnə ummul kitab. Möhkəm ayələr ummul kitab. Kitab yəni Qur'an. Yəni ana. Əbun atadır, ummun anadır. Allah Teala buyurur ki, möhkəm ayələr Qur'anın neydir? Anasıdır. Bəli, məqsəd odur. Yəni, elə bir biz təsəvvür eləyək. Umum magistral bir yol, ana yol və sağa, sola yollar da var, kiçik yollar. Bir nəfər o kiçik yollarda azdır. Neynəməlidir? İkinci kiçik yola kesib, istədiyi ünvana yetişə bilməyəcək. Gərək qayıtmalıdır o ana yola, oradan təzədən tənzimləməlidir ki, hara getməlidir. Qur'an-ı Kərimdə də möhkəm ayələri Allah Teala bənzədir anaya. Ana mütəşabihsə onun olacaq nəyi? Balaları, evlatları. Evlatları hara qaytarmaq lazımdır? Anaya. Yəni, bunların meydana gəlməsi, bunların öz həqiqətini tapması hardadır? Anadadır. Ərəb dilində ana kəlməsinin mənası nədir? Ummun ki, ərəb deyir, ummun. Bunun mənası nədir? Əsl ərəb klassik dilində mənası nədir?
Mən müraciət elədim bəzi qədim lüğətnamələrə, orada buyurulur ki, kəlməsinin mənası əslü şey və əsasuh. Bir şeyin əslinə, kökünə deyərlər nə? Ummun. Evlatların meydana gəlməsi, vücuda gəlməsi ananın payına çox düşdüyünə görə ki, anadan bunlar meydana, vücud aləminə gəlirlər, yəni bunların əsli, kökü ana sayılır. Ona görə ərəb o, insanın adını qoyub nə? Ana. Yəni evlatların mənbəyi, evlatların əsası, evlatların özülü, oradan evlad neyniyib? Vücuda gəlib. Ərəb ona görə anaya deyir, ummun. Ummun. Deməli, möhkəm ayələr oldu Qur'an-ı Kərimdə ana və mütəşabih ayələr də oldu nə? Evlad. Yəni, əgər həmən bunlar nə qədər üstündə bəhs də olunsa, qaytarılmalıdır hara? Möhkəm ayələr. Deməli, bu bir məsələ. İkinci məsələni izahım verim, sonra bugünkü bəhsə həsm verəyim. Ayədə çoxlu məqamlar var ki, o şəxslər ki, qəlblərində əyrilik var, həqdən uzaqdılar, onlar mütəşabihə əməl eləyərlər, möhkəmə atarlar. Niyə? Niyəsi sabah. Sonra sabahsı gündə də bir gözəl bir bəhsə toxunacaq ki, niyə görə Allah Teala hələ Qur'an-ı Kərimə əvvəldən axıra qədər möhkəm eləməyib? Niyə mütəşabih ayələr gəlib? Hələ hamısı möhkəm olardı, hələ asanlıqla oxuyardıq, asanlıqla başa düşərdik. Məsələn, möhkəm ayələrə misal. Lirrəculi misil hazzil unsəyeyn. Kişi miras zamanı irf bölgüsündə şəriətin qanunu belədir, Quran ayəsidir. Kişi iki qadın payı aparır. Yəni, ata ölüb, bir qızı var, bir oğlu. 6.000 manat pulu var. 4.000 manat veriləcək oğlana, 2.000 manat da veriləcək qıza. Bu Qur'anın bölgüsüdür. Buna deyirlər möhkəm ayə. Yəni, burada oturub bu ayəni kefimiz istədiyi kimi nəfsimizə uyğun yozmağa yer yoxdur. Qul huvallahu əhəd, Allahus saməd, ləm yəlid və ləm yud, və ləm yəkun ləhu kuf. Allah doğmayıb, Allah doğulmayıb, yəni Allah bir yerdən vücuda gəlməyib. Bunlar hamısı möhkəm ayələrdir. Mütəşabih ayələrə isə inşallah misalları gətirəcək ki, ayələr çoxdur. Bir qısa misal, yədullah fəvqə əydihim. Allahın əli onların əlinin üzərindədir. Allahın əli var, xeyr yox. Həmən bu ayə mütəşabih qisminə aiddir. Allah qoysa sabahları biznillah geniş surətdə toxunacaq. Amma bugünkü bəhsimizə aid olan bir kəlməsinə izah verdik, bir də təvil. Allah Teala buyurur ki, mütəşabih ayələrin təvilini Allah və rasixunə fil ilm deyilən bir təbəqə insan bilə bilər. Deməli, mütəşabih ayələrin təvil, yəni izahı, həqiqi məqsəd ki, ilahi məqsəd nədir burada? Onu Allah Teala deyir, yalnız mən bilə bilərəm. Və rasixun fil ilm deyilən bu ayə, həmin bu ayənin içindədir. Allah Teala buyurur, diqqət edin, ma ya'lamu ta'vilahu illallah. Məgər ki Allah və rasixun fil ilm. Rasixun fil ilm deyilən bir qism insanlar. Onlar kimdir? Onun da bəhsi uzundur, sabaha saxlayıram. Sadəcə olaraq təvil kəlməsində dayanmaq istəyirəm bir günü. Onunla da bəhsimizə xitam verir. Salavat göndərin Muhammed və Ali. Təvil kəlməsinə təfsir alimləri belə bir izah verir. Buyurur ki, İsalul əməl ovul kəlam ilə əl-muradil həqiqi ən-nihai minhu. Məna nə? Hər hansı bir əməli və yaxud hər hansı bir kəlamın həqiqi məqsəd ki, ondan güdülürdü, nəzərdə tutulurdu, ona yetişdirmək. Ona yetişdirmək. Bu tərif
Tərifsə misallarla nə olacaq? Aydın olacaq. İki misal verəcəm. Bir, Yusuf Peyğəmbərdən, bir də başqa ayədədir ki, onun da izahını verəcəm. Diqqət edin. Allah Teala Yusuf surəsinin 4-cü və 100-cü ayəsi. Yusuf surəsinin 4-cü ayəsi və 100-cü ayəsi. Diqqət edin. 4-cünü oxuyuram. Bəli. Bismillahirrahmanirrahim. İz qala Yusufu li abihi ya afati inni ra'aytu ahada ashara kawkaban ve'ş-şemse ve'l-qamara ra'aytuhum li sacidin. Yusuf Peyğəmbər atası Yaqub Peyğəmbərə gördüyü yuxunu danışır. Buyurur: Ey mənim atam, ya əbəti, ey mənim atam. Yuxumda gördüm ki, əhədə əşərə kavkəbən. Kavkəb yəni ulduz. 11 ulduz və şəmsə vəl-qəmər. Ay və günəş rəeytuhum li sacidin. Gördüm ki, həmən bu adların sadaladığım varlıqlar mənə səcdə edirlər. Bu yuxu. 100-cü ayəyə qaydırıq. وَرَفَعَ بسم الله الرحمن الرحيم وَرَفَعَ أَبَوَيْهِ عَلَى الْعَرْشِ وَخَرُّوا لَهُ سُجَّدًا. Deyir, Yusuf Peyğəmbər ata-anasını öz ərşinin üstündə oturtdu. Birini öz ərşinin yaxınlığına gətirdi. وَخَرُّوا لَهُ سُجَّدًا. Ata-anası və 11 qardaşı Yusuf Peyğəmbərə orada neynədilər? Səcdə edilər. وَقَالَ يَا أَبَتِ هَذَا تَأْوِيلِ رُؤْيَايَ. Rüya yəni yuxu. Deməli 4-cü ayədə yuxuda görür. Ata, ana, yəni şəms, qəmər, ay və günəş və 11 ulduz. Bu yuxudur. Həmən bu yuxu həqiqətə çevrilir. O vaxt ki, Yusuf Peyğəmbər müəyyən mərhələləri keçir və ata-anasını qəsrinə gətizdirir və qardaşların, orada ata, ana və 11 qardaş Yusuf Peyğəmbərin qardaşının qarşısında səcdə edirlər. Yusuf Peyğəmbər buyurur, Allah buyurur onun dilindən ki, Hâzâ tə'vil rü'yâye, tə'vil. Deyir, bu mənim yuxumun neydi? Yozulması. Deməli, tə'vilin bir mənası da oldu nə? Yozulma. Yozulmanın mənası nədir? Yəni, bu sözü deyib üstündən keçməməli. Nədir? Yox. Yenə də yox, qəbul eləmirəm. Axı, mən tərifi dedim axı. Həqiqi məqsəd ki vardı, onu izahar eləmək. Həqiqi məqsəd ki vardı, ona yetişmək. Həmən bu günəş, ay, 11 ulduzdan Allahın, çünki Peyğəmbər yuxusu vəhidir, Peyğəmbər yuxusu həqdir, Allahdandır. Aydın, həmən bu şey oldu. Allahın həqiqi məqsədinə yetişmək. Təvil budur. Yozmaq nədir? Yəni, həqiqi istək buymuş. Nəzərdə tutulan əməl buymuş. Yəni, həqiqətə yetişmək. Təvil. Düzdür, biz deyirik yozmaq. Yuxunu yozdum. Amma yozmaq deyir. Sən həqiqəti neynədin? O şəxs ki, şəxs onu bilmirdi, sən onu həqiqətə yetişdirdin. Bu yuxudan nə nəzərdə tutuldu, onu ona qovuşdurdun. Aydın? Deməli, günəş, ay, 11 ulduz səcdə eləsində. Amma bundan əsas ilahi məqsəd neydi? Ona 100-cü ayədə izah gətirilir. Deməli, yenə də yozmaq da desük, mənası olacaq ki, İsalul kəlam əvəl-əməl ilə əl-hədəsin nihai əl-murad minhu. Bu bir ayə Yusuf surəsinin yenə 43-cü ayəsi və 46-cı ayəsində. Allah Teala
zamanənin şahının adından buyurur. Qaləl məlik, şah dedi. İnni ərə səbə bəqaratin siman. Şah yatır yuxusunda bir qəribə yuxu görür. Deyir, mən görürəm, səbə 7. Siman, kök, bəqarat da inək. 7 kök inək görürəm. Yə'kuluhunnə səb'icaf. Həmən bu 7 kök inəyi 7 arıq inək yiyir. Qəribə yuxudur. Bu yuxunun bir qismi, yuxunun ikinci qismi və səb'ə sümbulatin xudrin və uxar yabisat və 7 sümbül xudur, yəni göy, yəni qurumayıb və səb'ə yabisat, yabisat yəni quru, yəni yaşıllıq həmən bu sümbülün canından çıxır. Belə bir yuxu görür. Ya eyyuhəl mələ əftuni fi rü'yaya in kuntum lirrü'ya tu'birun. Müraciət edir öz rəyyətinə ki, mənim yuxumu kim yoza bilər. Deməli, ayə uzanır, 46-cı ayədə məqsəd bəlli olur. Qalə, Yusuf Peyğəmbər buyur, təzrəunə səb'ə sinin, 7 il əkəcəksiniz, əkün, yəni ki, o 7 kök inək, fəmə hasastum fəzəruhu fi sumbulihi illa qalilən mimma təkulun. Sümmə yəti min bə'di zəlikə səb'ü şidar. 7 il əkdüz, büstüz, filanlar qəbul. O 7 kökünə deyir, həmən bu 7 ildən sonra 7 ildə quraqlıq olacaq, gələcək və digər ayələr də yeridir. Yəni, təvilin mənası olduğu Azərbaycanda yuxu yozmaq bu ayələrdə. Amma yozmağın da əsl mənası odur ki, o işarələr ki vardı, işarələrdən sən həqiqəti izhar elədin. Yəni, o şəxs ki ona işarələr olunmuşdu, sən bu kəlamı həqiqi məqsəd ki, sonuncu hədəf ki var, ondan nəzərdə tutulurdu, ona qovuşdurdu. Bu bir misal. İkinci misal da zikr edeyim, onunla da bəhsimizə xitam verək. Salavat göndərin Muhammed Aleyhisselamla Xıdır Aleyhisselam arasında olan hadisələri bilirsiniz. Sadəcə orada o təvil kəlməsi var. Onu istəyirəm, nəzərzə tapdıram. Diqqət edin. Deməli, 70-ci ayədə, Kəhf surəsinin 70-ci ayəsində Musa Peyğəmbər Aleyhisselam Xızırdan tələb eləyir ki, onunla yoldaşlıq eləsin və Allahın örgətdiyi ona elmdən ona da versinlər. Yola düşürlər, gəlirlər. Fantalaqa hətta izə rəkiba fissəfinəti xərəqaha. Xərəqə dəlmək. Hər hansı bir kəsici alətlə bir taxta parçasını dəlsin, eşsin, ona ərəb dilində deyərlər xərəqə. Deməli, Xızır Aleyhisselam mindiyi gəmini bir neçə yerin dəli yatır. Bu, bunun əməli. Musa Peyğəmbər etiraz edir, işim yoxdur, onun üstündən keçirik. Sonra gəlirik 74-cü ayəyə. Fantalağa bir müddət yeriyirlər, addımlayırlar, irəliyirlər. Hətta ləqiyə qulamən fəqətələhu. Xızır Aleyhisselam bir uşağı görür və onu öldürür. Yenə Musa Peyğəmbər etiraz edir. Bu ikinci qəribə əməl. Sonra 77-ci ayədə gəlirlər bir kəndə. İzə ətəyə əhlə qəriyyətin istəhtəmaha əhləha səəbu filan. Gəlirlər bir divara. Divar, cidar ayədə belədir. Fiha, fəvəcədə fiha cidarən. Həmən o kənddə bir divar gördülər. Yuridu ən yənqadda. Həmən divar uçmaq istəyir. İnqadda bir şeyin uçulmağına deyirlər. Fəəqaməhu. Həmən uçulmaq üzrə olan divarı Xızır Aleyhisselam neynir? Düzəldir. Deməli, bu uçulmalıdır. Uçulmalı şeyi uçulmağın qarşısını alır. Gəmir sağ salim, onda dəli yatır.
Günahsız bir uşaq, kiçik bir uşaq onu da neyniyib? Öldürür. Deməli, 3 həqiqəti bizə bəlli olmayan əməl. Özü isə bu məsələlərə aydınlıq gəlir. Diqqət edin. Qalə hadə firaqun beyni beynək. Xıdır aleyhisselam, Musa aleyhisselam deyir ki, yetişdiyimiz bu yer, bu məqam mənimlə sənin aranda ayrılıqdır. Yəni, bu gündən belə sən məni görmür. Səunəbbi'ukə bitəvil. Təvil. Bitəvil ma ləm təstati' aleyhi sabra. Deyir, o əməllər ki, mən gördüm, sən səbirsizliyi göstərdin, onun müqabilində mən o əməllərin təvilin sənə deyəcəm. Əhsən. Yəni, bu özdə ayənin sonunda siz gəmləri. Mən eyibli elədim bu gəmini ki, o şah neynəməsin? Götürmə. Deməli, bu əməlin təvili oldu bu. Yəni, gəminin eyib halına gətirməkdə həqiqi məqsəd budur. Bir. Və əmməl qulam, uşağı niyə öldürdüm? Əmməl qulam kanə əbəvahu mu'mineyn. O uşağın ata-anası çox mümindir. Fəxəşəynə ən yurhiqahuma tuğyanən və kufra. Həmən bu uşaq böyüyəcək və onlara neynəyəcək? Zülm eləyəcək, küfr eləyəcək, əziyyət eləyəcək. Diqqət eləyin ha. Görürüz o ata-ana necə iman əhli olub ki, Allah Teala Xıdır aleyhisselamı göndərib ki, onları evladın gələcək əziyyətindən xilas eləsin. Bu ikinci izah, təvil və üçüncüsü də əmməl cidar fəkânə li qulameyni yetimeyni fil mədinə və kânə təhtəhu kənzun. Kənz yəni xəzinə. Deyir, həmən o divar ki, biz onu düzəltdik, o iki yetimindir. Və onun da altında xəzinə var. Onu ona görə təmir elədim ki, uşaqlar böyüyənə qədər divar yerində qalsın. Uşaqlar həddir rüşdə, bülğa yetkəndən sonra o xəzinədən neyə bilsinlər? İstifadə eləyə bilsinlər. Deməli, əməl və əməlin də neyi? O da təvili. Təvil, yəni kəlamın, əməlin əsl və həqiqi məqsəd ki, ondan xatir görülmüşdür, onun izahı. Aydın oldu. Deməli, qaydıran Ali İmran surəsinin 7-ci ayəsinə Allah Teala buyurur ki, mütəşabih ayələrin izahını, təvilini, yozulmasını, həqiqi məqsədi yalnız Allah bilə bilər və rasixun fil ilm deyilən bir təbəqə insan. Onlar kimdir? İnşallah sabahları. Allaha indi verilən izzət-i cəlalına xafir günahlarımıza əfv qələm. Allaha and verilən izzət-i cəlalına xafir bizi möhkəm ayələrə əməl eləyib, mütəşabihləri isə onun əhlinə qaytaranlardan qərar versin. Allaha and verilən izzət-i cəlalına xatir bizim qəlblərimizi Qur'an nuru ilə nurlandırsın. Bu cəmdə olan müminlərin şər'i hacətlərin tezliyi ilə müstəcab eləsin. Müşkülləri var, həll olmaz problemləri var. Onlar da tezliklə Muhammed və Ali Muhammedə xatir həll etsin. Xəstələri olanlara şəfa versin. Borcu olan insanların borcunu tezliklə qaytarsın. O imtihanlar ki, ondan salim, qanim çıxa bilməyəcək, o imtihanlarla bizi imtihana çəkməsin. Allahümme salli ala Muhammedin və ali Muhammed İmam-ı zamanımızın tezliklə zuhur eləməsi üçün fərəz duasını oxuyaq qurbətən ilallah. Bismillahirrahmanirrahim. Allahümme kulli veliyyike hüccet ibni Hasan Allahümme وعلى ضائه في هذه الساعة وفي كل ساعة وليا
علينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. اللهم